Qazalan şəhərində Heydər Əliyev prospektinə təxminən 300 metrlik məsafədə bir mərtəbə 4 otaqdan ibarət Kupçalı əla həyət evi təqdim edirəm sizlərə. Köhnə tikili, böyük kvadratura, yəni geniş otaqlar və belə bir gözəl həyət. Avpark yaşayış kompleksi yaxınlığında prospekt yola təxminən 300 metrlik məsafədə evin dörd bir tərəfinə fırlanmaq mümkündür. Baxın, göstərirəm sizə. Tam dörd bir tərəfinə fırlanmaq mümkündür. Böyük kvadraturalı evdir, geniş evdir. 4 otaqdan ibarətdir. Kupçalıdır. Keçək evin sol kənarında göstərim sizlərə. Əlavə olaraq köməkçi otaq da var. Bu arada da keçib sona qədər girib göstərə bilmirəm. Stilik sistemi kombi sistemdir. Kombisi, radiatoru hər biri quraşdırılıb hazır vəziyyətdə. Normal həyəti var, maşın rahat girir. Stol stul qoyub otura bilirsiniz, yerdən kürsülüdür. Daxil oluruq evimizin içəri hissəsinə. Və daxil oluruq belə bir dəhlizimizdir. İrəlilədikdə sağda bir yataq otağıdır, sonda sizə onların yataq otağını təqdim edəcəm. Solda mətbəximizdir, belə bir mətbəximiz var. Geniş şəkildə, açıq qapı ilə. Növbəti dəhlizə, koridor hissəsinə daxil oluruq. Bu hissədə də sanitar qovşaqlardır, ayrı-ayrılıqda. Bu hissədə hamam otağımızdır. Evin istilik sistemi kombi sistemdir. Kombisi, radiatoru var. Geniş otaqları var. Hal-hazırda mülkiyyətçi yaşayır evdə. Yəni çox gözəl geniş otaq hissələri var. Bu hissədə qonaq otağıdır. Belə bir gözəl genişlikdə. Burada daha bir yataq otağımız var. Xırdalan şəhərində yerləşir. Pəncərələrin qarşısı tam açıqdır. İşıqlı evdir. İstilik sistemi, kombi sistemi. Müəyyən qədər xərcləri var. Təbii ki, qiymətdə bunlar hamısı nəzərə alınıb. Yəni, bu evi biz tam təmirli ev qiymətinə təqdim etmirik sizə. Bunların hamısı qiymətdə nəzərə alınır. Evin müəyyən qədər kosmetik xərcləri var. Hər biri nəzərdə tutulub. Pəncərə qarşıları hamısı açıqdır. Burada da köməkçi otağımızdır. Bayaq sizlərə göstərdiyim şəkildə. Kupçalıdır, kupçası hazır əldədir. İrəliləyirik. Burada sizə bir yataq otağını da göstərdim. Yəni 3 yataq otağı, 1 qonaq otağı və mətbəx hissədən ibarətdir evimiz. Sonda sizə təqdim edirəm sonuncu yataq otağımızı. Bu hissədə də yerləşir evimizin sonuncu yataq otağı. Bu yataq otağının pəncərəsi öz həyətinə baxır. Evimiz qoşadaşla tikilib, keyfiyyətli evdir. Şəxsi tikili evdir. Ətraflı məlumat üçün kanalımıza abunə olursunuz, bizi izləyirsiniz, satışda olan əmlakınız haqqında bizə məlumat verə bilərsiniz.